Atam reanimasiyadadır. Dünən əvvəlcə Sabunçu rayon xəstəxanasına, axşam saatlarında isə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Turbinafo az xəbər verir ki, bunu şair Əlsəmid Kürün qızı Aynur Mehdiyeva deyib. Aynur Mehdiyevanın sözlərinə görə Əlsəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. Vəziyyəti yaxşı deyil, şairin qızı əlavə edib. Şairin yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ümid Rəhimoğlu bildirib ki, Əlsəmid Kürün vəziyyəti 2 aydır pis idi. Evdə müalicə alırdı. Onun sözlərinə görə şairin səhhətində ciddi problemlər var və təcili müalicəyə ehtiyac var.